İnşallah şansı var. Çok və artıq gördüyünüz kimi hər şey hazırdır. Sidiyakın işarəsindən sonra birinci raunda start verilir və görək 60 kilogram çəki dərəcəsində yarış proqramının ilk döyüşünü hansı idmançı qələbəyə başlayacaq. Təbii ki, çox vacib mərhələdir. Artıq bu mərhələdə qələbə qazanan idmançılar lisenziya qazanılır. Buna görə də amansız mübarizələr bizi gözləyir. Çinli boksçu bir qədər mübarizəyə çox effektli zərbələrlə başlamaq niyyətindədir və rəqibi Berhaneni ringin künclərinə doğru sıxışdırmağa çalışır. Yun Shan yenə gördüyünüz kimi hər iki yumruğundan çox yaxşı istifadə etdi bu boksçu. Shanjun looking to be the aggressor, take it to his opponent when he gets him back on the ropes like that. Well, Bahani will want to ensure that he doesn't come square on. Çinli boksçu üzərinə zərbələr indirməyə çalışdı, ancaq bu arada Cəzairli referi görüşü dayandırır. Xeyrə Sidiyakub mübarizə qaldığı yerə dair klinç vəziyyəti yaranmışdı. Buna görə referi mübarizəni dayandırdı. İsveçli boksçu indi üstünlüyü yenidən əl almağa çalışır və görək buna nail ola biləcəkmi? There's a wonderful left hand out of the southpaw stance, visibly jolting the head back of Shan. Hazırda mübarizə start by both roundda vaxtın yarısı artıq yekunlaşıb və indi yenidən Çinli Yun Shan bir iki zərbə indirərək rəqibi məcbur edir ki, müdafiəyə çəkilsin və artıq onun zərbələri daha effektli olmağa başlayır. Son bir dəqiqəyə doğru gedirik. Çinli idmançı Yun Shan yenə də rəqibi köncə sıxışdırdı və görək burada nəticə haqqı olacaq. Xeyr, Berhane Yohannes Berhane indi özü effektli zərbə indirir. Rəqibə sol yumruğuyla dəqiq zərbə indirərək onu geri çəkilməyə məcbur etdi. Onunla belə Yun Shan yenə rəqibin üzərinə gəlir və müdafiəni unudub və belə vəziyyətlərdə rəqibin də fərqlənmə imkanları artır xeyli. Son 40 saniyə birinci raundda Xeyra Sidiyakub mübarizəni dayandırır. Çinli idmançıya başını yuxarı qaldırmalı olduğunu bildirir. Arada İsveçlidən daha bir zərbə. Yun Shan rəqibindən bir qədər boy baxımdan geri qaldığı üçün məcbur olur. Ona yaxınlaşır indi effektli zərbə Yun Shan'dan. Daha bir zərbə. Son saniyələr qarşılaşmanın birinci raundunda. Artıq son saniyələr və belə birinci raund başlayacaqdır. Birinci raundda həqiqətində maraqlı mübarizənin şarq effektli zərbə ilə yadda qaldı. Bunu qeyd etmək olar. Onunla belə gördüyünüz kimi İsveçli idmançı da ardasa ondan geri qalmamağa çalışdı, ancaq Yun Shan'ın dəqiq zərbələri fikrimizi daha çox uydu. Daha çox zərbə indirmişdi, daha çox fəallıq nümayiş etdirmişdi və bu onun ümumi nəticəsi yaxşı istifadə edir. İkinci raund başlayır əslən haçlar və yenə də Yun Shan ikinci raunda effektli başlayır. Demək olar ki, rəqibə göz açmağa imkan vermir. 60 kilogramda ilk yarım finalçının müəyyənləşəcəyi döyüşdür bu. Eyni zamanda təbii ki, ilk lisenziya kim qazanacaq? Məhz bu suala aydınlıq gələcək. Yohannes Berhane yenə də bir qədər geri qaldı. Mübarizəyə fəal başlamaq üçün rəqibindən geri qaldı və Çinli idmançının fəallığı nəticəsini verdi. Görək bundan sonra nələr olacaq? Təbii ki, maraqlı gözləyirik. Yun Shan rəqibini yenə sıxışdırmağa başlayır. Klinç vəziyyəti. İsveçli idmançı belə vəziyyətdən çox yaxşı istifadə etdi. Bloku durmağı unutdu. Yun Shan zərbələr buraxdı buna görə. Son 2 dəqiqə boy sözmədir ki, artıq 1 dəqiqə geridə qalıb və bu 1 dəqiqə ərzində xüsusilə İsveç idmançısının müdafiədəki inamsız belə çıxışı yadda qalan oldu. Belə vəziyyətlərdə Yun Shan lazımı zərbələri indirə bilir.
Vaxtın yarısı artıq yekunlaşdı ikinci raundda. Gülşan. Üçüncü olmasına baxmayaraq zərbələr edilməyə çalışır Çinli idmançı. Və indi yenə klinç vəziyyət və burada mənə gəlir İsveçli idmançı qaydanı pozub. Bəli, gördüyünüz kimi Xeyra Sidiyakov məhz İsveçli boksçunun başını aşağı saldığını bildirir. Məhz buna görə də qayda bozulmuşdu. Mübarizə davam edir. Klinç vəziyyəti. Bu vəziyyətdən çıxmağa çalışdı Yunshan. Zərbəsi alınmır İsveçli idmançının əvəzində. Çinli boksçu lazım olan zərbəni indirəlmədi və artıq hiss olunur ki, onlar yorulublar. Sona isə 45 saniyə var. İkinci raundun başa çatmasına cəmi cümlətanı 45 saniyə var. İsveçli idmançının effektiv zərbə. İkinci raundda vəziyyəti dəyişməyə çalışır İsveçli boksçu. Johannes Berhane. Yenə baş aşağı salınıb. Zərbələrdən yaxşı yayındı. İki zərbədən xüsusilə çox yaxşı yayındı. Berhane. Və indi yenidən xəbərdarlıq şifahi şəkildə hər iki idmançıya. Üçüncü raundda onların necə mübarizə aparacağı sual doğurur. Çünki yorğunluq müşahidə olunur xüsusilə Çinli idmançıda o hər iki raundda krallığı nümayiş etdirdi. Bu arada effektiv zərbə Johannes Berhane'dən və ikinci raund beləcə başa çatır. İkinci raundda yekunlaşdı. Çinli mübarizə gözləyir Çinli boksçu. İlk iki raundun üstün tərəfli sayılır. Onun bax belə mübarizəyə başlaması bəlkə də məsələni həll edən məqamlardan biridir. Effektiv zərbələr Yunshan'dan. Bu zərbələr sonra ümumi məsələni həll edir. Sonra da tabloya təsirini göstərir. Hər üç raundda mübarizəyə bax belə başlamışdı Çinli Yunshan. Hakim mübarizəni dayandırmışdı. Xeyra Sidiyakov. İsveçli idmançı təzyiqi artırmağa çalışır. Yaxın döyüşdən belə desək çox yaxşı istifadə edir Çinli Yunshan və ona sərf edir əslində yaxın döyüş. Uzaq döyüşdə isə Berhane'nin üstün tərəfləri var ki, o bundan yararlanmalıdır. Bəzən o istəyinə nail ola bilmir. Səbəb isə çox aydındır. Rəqibin olduqca fəal, olduqca dinamik olması, dəqiq zərbələr indirməsi, rəqibə fərqlənmək fürsəti verməməsi. Artıq yavaş-yavaş üçüncü raundda da vaxt yarılanır. Getdikcə Berhane'nin qələbə imkanları daha da azalır. Qayda pozulur İsveçli idmançı zərbələr indirməyə çalışırdı, ancaq qayda pozulmuşdu. Bu arada Çinli məşqçi yaxın planda sizə nümayiş etdirildi. Həyəcanlı şəkildə döyüşü izləyir. Çinli məşqçi in round 2 in particular, he had lost the opening 2 rounds across the board. 20 points to 18 for every judge. 5 judges at ringside, they're using a 10-point mübarizədə üçüncü raundun son bir dəqiqəsinə daxil olur və görək indi son bir dəqiqədə bizi nələr gözləyir. Effektiv zərbə Yunshan'dan dərhal əlini havaya qaldırdı İsveçli, Çinli məşqçi, hətta məşqçilər heyəti mən deyərdim. İsveç idmançısının yorğunluğu artıq üçüncü raundda onun qələbə qazanma imkanlarının üstündən xətt çəkir. Artıq son 25 saniyə. Hər iki idmançı da yorğunluq ən yüksək səviyyədədir. Xeyra Sidiyakov onları oyundan uzaqlaşdı. İsveçli mütəxəssis də ekranlarımıza gəldi. İsveç komandasının baş məşqçisi. Artıq son 10 saniyə. Görək 10 saniyə ərzində nələr baş verəcək. İsveçli boksçudan bir zərbə. Bu effektiv zərbə sayılmır. Ancaq istənilən halda dəqiq bir zərbə ola bilər. Onunla belə döyüş yekunlaşır və gəlib çatır. Bəli. Üçüncüdən mübarizəyə qoşulan Çinli Yunshan qələbə